Salam, ətraflı yazılı cavab tələb olunan tapşırıqların izahına baxaq. Birinci sualda bizə qaz qarışığının tərkibi verilib. Kükürt, dioksid və metan qazların kütlələri deyir bərabərdir. Baxın, biz burada qazların kütlələrini taparkən SO2 64-dür molyar kütləsi. CH4-də isə 16-dır. Bunlar üçün əküp tapmalıyıq. Əküp ola bilər 64, 128, 256 ola bilər. Baxın, ancaq dəqiq bilmirəm də bu rəqəm hansıdır. Ona görə 64 kimi qəbul edim. 64 kimi qəbul etsəm, burada neçəni 64-ə vuranda 64 alaram? Əlbəttə ki, 1-i. Yəni 1 mol götürsəm, kükürt dioksidi 64 qram olacaq. Bəs CH4-ü neçə mol götürməliyəm? Onda 16-nı 64-ə çatdırmaq üçün 4 mol götürməliyəm. Normalda biz bunu dəqiq şəkildə demirik. 64-dürmü, 128-dir, 256-dır. Bunu dəqiq bilmirik. Sadəcə özümüzdən yazdıq, təqribi 64 qəbul elədik və buradakı mol nisbəti neçə oldu? 1-in 4-ü. Bu mol nisbəti də, baxın, biz hər hansısa bir rəqəmi ixtisar aparmışıq, ondan sonra alınandır. Yəni, normalda bunların qarşısında x olmalıdır. 1x, o birisində 4x olmalıdır. Ancaq x-ləri yazıb sonra böldüyümüz zaman ixtisar gedəcək, yazmayacam. Sadəcə 1-4 nisbəti kimi baxacam bunlara. Və M orta, qaz qarışığının orta molyar kütləsini tapın deyir. Qaz qarışığının orta molyar kütləsini tapmaq üçün M orta bərabərdir. Nü1, M1, üstə gəl Nü2, M2, bölünsün Nü1, üstə gəl Nü2 düsturundan istifadə edirəm. Baxın, burada nə verildi? 1 mol SO2 var, düzdürmü? Nə edirəm? Nünün yerinə 1 yazacağam, 1 mol SO2 yazıram və 4 mol da CH4 yazıram. Yenə deyirəm, bilmirəm dəqiq, 128-dir, 256-dır, 64-dür. Orada yanlarında x olmalıydı, sadəcə o x-lər onsuz da ixtisar gedəcəyinə görə yazmıram. İndi baxaq. Burada nünün yerinə yazacağam 1, SO2-nin molyar kütləsi oldu 64. 1 vur 64. Burada nünün yerinə yazıram 4, CH4-ün molyar kütləsi 16. Aşağıda 1, burada 4 yazdım. İndi nə oldu? Yuxarıda oldu 128, 64 üstə gəl, 64 böl. Burada da nə? 5. 128 də 5-ə böldüyümüz zaman buradan cavabı alırıq 25,6. Sonra bizə deyir qaz qarışığında metanın mol payını tapın. Bizim qaz qarışığımız nə oldu? Baxın, burada oldu. 1 mol SO2, 4 mol CH4. Nə soruşur? Metanın mol payı. Metanın molu 4-dür. O bilmirəm neçə faizdir. A faiz. Ancaq ümumilikdə neçə moldur qazların? Birlikdə 5 mol. 5 molum isə 100 faizdir. Buradan A-nı tapdığımız zaman demək 5 ilə 100 ixtisar gedər, buraya 20 düşər. 20-ni də 4-ə vurduğum zaman cavabı 80 tapmış olaram. İkinci sualda deyir, 4 mol amonyakın qızdırılması zamanı onun 20% parçalanmışdır. Amonyakın parçalanma reaksiyasını yazaq. NH3-dən alındı N2 və H2. Burada reaksiya tənliyini bərabərləşdirsək, hidrogenimizin sayısı oldu. Sağda azotumuz 2-dir, solda NH3-ün qarşısına 2 yazaq. Hidrogenimizin sayısı oldu 6 oldu, 2 vur 3. Sağda da 6 olması üçün 3 mol H2 götürək. 3-2 vuranda 6 oldu. İndi baxın, deyir ki, 4 mol amonyakın qızdırılması zamanı 20% parçalanıb. Gəlin belə bir şey yazaq. Demək, başlanğıc yazaq, sərf yazaq və son yazaq. Sonda qalan başlanğıc, sərf, son. Burada yazaq NH3, burada yazaq azot, burada da yazaq hidrogen. Baxın, burada başlanğıc verilib 4. Sonra deyir ki, onun 20% parçalandı. 20%-ni tapaq. 4-ün 20%-ni tapmaq üçün %20-yə vurmaq lazımdır. Bu da nə qədər oldu? 0,8. Demək, 4 molun 0,8-ini sərf edib. İndi, baxın, bu sərf olunana görə, tapaq görək, azot nə qədər alınıb, hidrogen nə qədər alınıb. 0,8 mol NH3 sərf olunanda, baxım görüm nə qədər azot alınıb. X. Ona görə molu tapaq. Demək, 2 də sərf olunanda bura 1 ürün gəldi. Tənasübümüz bu şəkildə oldu. X-i tapdıq nə qədər? 0,4. Bəs yaxşı, Y-imiz, yəni H2-miz nə qədər alınıb? Onu tapaq. Burada 0,8-ə Y, 2-yə də 3 yazsaq, Y-i buradan tapdığımız zaman nə olacaq? 1,2 olacaq. Demək, biz nə edirik? Baxın, burada azotumuzu tapmışıq. Qara ilə yazacağım. 0,4 mol. Hidrogenimizi tapmışıq. 1,2 mol. Amonyakımız nə qədər qalıb? 4 idi. 0,8-ni sərf edəcək, 3,2 molu sonda qalıb. Bizdən nə soruşur? Alınan qaz qarışığının ümumi mol sayını tap. Cəmləyirik bunları. 3,2 üstə gəl, 0,4 üstə gəl, 1,2. 3,, demək, 2-nin üzərinə 1,6 gəlirəmsə, 4,8 eləyəcək. Demək, burada bizim cavabımız oldu 4,8 birincidə. Sonra ikincidə nə deyir? Deyir, alınan azotun kütləsini tapın. Biz nə qədər azot tapdıq? Baxın, 0,4 mol azot tapmışıq. Düsturumuz var, nü bərabərdir M böl M düsturuna. Buradan M-i tapmaq üçün nə edəcəm? Nünün yerinə 0,4, M-in də yerinə azot qazının molyar kütləsini, yəni 28 yazıram. 4 də 28-ə vuranda elədi, demək, 2 buradan 112, ona da bölündü 11,2 tapmış olduğuq cavabı. Sonra növbəti sualımıza baxaq. X maddəsidir. Burada 13 mol oksigen. Reaksiya tənliyini birinci yazdım. Sonra görək bizdən nə istəyir. Deyir ki, reaksiyasına əsasən X qazının kimyəvi formulunu və havaya görə nisbi sıxlığını müəyyən edin. İndi baxaq. Biz baxırıq ki, solda bizim 26 oksigenimiz var.
Sağda nə qədərdir oksigen? 8 vur 2, 16, 10 vur 1, 10. Görürük ki, həqiqətən 26 da sağda var. Demək, mənim X maddəmin tərkibində oksigen olmayacaq. Demək, bizim oksigenimiz olmadı. Yalnız karbon və hidrogendən ibarətdir. Solda nə qədər karbonumuz var? 2 vurulsun A qədər. Sağda nə qədərdir? 8 karbon var. A'mız nə olar? 4. Yaxşı, nə qədər solda hidrogenimiz var? 2 vur B qədər. Sağda nə qədər hidrogenimiz var? 10 vur 2 oldu nə qədər? 20. Buradan da B'ni tapanda nə olacaq? 10. Demək, bizim formulumuz necəymiş? C4H10 şəklindəymiş. İndi bizə deyir, havaya görə nisbi sıxlığını hesablayın. C4H10 bizim qazımızın formulu oldu. Havaya görə sıxlıqla deyəndə onun molyar kütləsini hesablayırıq. Molyar kütləsi nəyə bərabər oldu? C4H10-da molyar kütləni tapanda 4'ü vururam karbonun nisbi atom kütləsi 12'yə, üzərinə də gəlirəm 10 vurulsun hidrogen nisbi atom kütləsi 1. Cəmlədik nə qədər oldu? 58 oldu. Havaya görə sıxlıq deyəndə də D hava yazıb, neynirəm? Həmin o qazın molyar kütləsini, yəni 58'i bölürəm havanın molyar kütləsinə. 29'a. Onda da cavabım nə alındı? 2 alındı. Sonra gəlirik 4-cü məsələyə. 4-cü məsələdə bizə verib ki, qrafikə əsasən kimyəvi reaksiyanın tənliyini tərtib edin. Baxın, azalanlar, sərf olunanlar solda olanlarımdır. Demək, A sərf olundu. Sonra nə sərf olundu? Azalanlardan biri də B'dir. Sərf olundu və reaksiyadan sonra əvvəldə olmayıb, sonda alınan nə oldu? C. Bir də nə oldu? D. Yazdıq. İndi baxın, A'mız nə qədər sərf olunub? Qrafikdə 12-dən gəlib 6-ya düşüb. Bu hissəni pozum ki, rahat görəsiniz. Baxın, 12-dən gəldi 6-ya düşdü. Demək, 6 sərf olunub. Kütlə də burada veriləndə. B nə qədər sərf olundu? B də 10-dan başladı, gəldi 0-da dayandı. 10 sərf olundu. Bəs yaxşı, C nə qədər alındı? X qədər alındı. D nə qədər alınıb? Baxın, o da 12 alınıb. Biz də kütlənin saxlama qanunu bilirik. Onda A üstəgəl 10 bərabər olacaq. X üstəgəl 12-yə. 16, 6 üstəgəl 10 bərabərdir. X üstəgəl 12-yə. Burada da 16 bərabərdir. X üstəgəl 12. X də tapanda cavabımız nə oldu? 4. Növbəti suala baxaq. 5-də. Bizə deyir X qazının molyar kütləsini, qarşılığın orta molyar kütləsini müəyyən edin. Baxın, burada bizə nə verilib? Qazların kütlələri verilib. Qarşıdakı molekul sayı verilib. Qarşıdakı molekul sayı 3,1 vurulsun 10 üstü 23'dür. Biz burada molu tapa bilərik. Nü bərabərdir N böl NA düsturundan istifadə edərək 3,1 vurulsun 10 üstü 23'ü 6,2 vurulsun 10 üstü 23'ə bölsək, burada 2'də 1 olacaq. Yəni 0,5. Demək, bizim NO2'miz var və bilmədiyimiz X qazımız var. Bunların ümumilikdə mol sayı nəyə bərabərdir? 0,5'ə bərabərdir. Yaxşı, bəs biz burada nəyin mol sayını tapa bilərik əlavə? NO2'nin mol sayını tapa bilərik. Necə? Nü bərabərdir M böl M düsturuna əsasən. M-in yerinə, kiçik M-in yerinə 9/2 yazarıq. Böyük M-in də yerinə NO2'nin molyar kütləsi, yəni 46. 9/2-ni 46'ya böldüyümüz zaman 0,2 tapdıq. Demək, 0,2 mol NO2'miz var idi. X-imizin molunda nə qədər olur? Əgər bunların birlikdə molları 0,5'ə bərabərdirsə, X-imiz də olur 0,3 mol. İndi bizdən nə istəyir? Deyir ki, baxın, burada deyir, həmin o X qazının da kütləsi 4,8'ə bərabərdir, düzdürmü? X qazının kütləsi 4,8'dirsə, əgər bunun kütləsi, biz X-in molyar kütləsini tapmaq üçün yenə baxın, yuxarıdakı düsturdan istifadə edə bilərik. Nü bərabərdir M böl M düsturunda. Bu dəfə kütləni bilirəm, yerinə yazıram 4/8. Molyar kütləni bilmirəm, yerinə yazıram 1x. Nümüz də nəyə bərabərdir? 0,3'ə bərabərdir. Buradan da 4/8'i 0,3'ə böləndə x-i tapdıq 16. Demək, bizim həmin o X qazımızın molyar kütləsi nəyə bərabər imiş? 16'ya. Bizdən nəyi soruşur? Qarşılığın orta molyar kütləsini. İndi baxaq. Biz artıq bilirik ki, 0,2 mol NO2'miz var. Bunu burada yazmamışam. 0,2 mol NO2'miz var və 0,3 mol da X qazımız var. Onun da molyar kütləsi nəyə bərabərdir? 16'ya bərabərdir. Yazdım aşağıda. Bizdən soruşur ki, qarşılığın orta molyar kütləsini tapın. Yenə M orta bərabərdir nü1, M1 üstə gəl nü2 vur M2 bölünsün nü1 üstə gəl nü2 düsturundan istifadə edəcəm. Burada M ortam nəyə bərabərdir? 0,2'ni vuracağım NO2'nin molyar kütləsinə 46'ya. Üzərinə gələcəm. 0,3 vur, tapdığım 16. Böl 0,2 və 0,3'ün cəmi 0,5. Gəlin hesablayaq. Burada elədi 9,2. Üzərinə gəldik 4,8. Böldük 0,5'i. 9,2'nin üzərinə 4,8 gələndə 13, 14. 14'ü də 2'də 1'ə böləndə 2'yə vurmaq deməkdir. Demək, neyinirik? 28 tapdıq cavabı. Birinci olanın cavabı 16, ikincinin cavabı oldu 28. Sonra keçirik 6-cı suala. Bizə nə verib? Qaz qarışığı verilib hidrogen və oksigen. Mol miqdarları verilib 2 mol, bu da 3 mol. Orta molyar kütləni yenə əvvəlki düsturdan tapırıq. Baxın, burada nə edirik? Nümüz 2, 3, molyar kütləmizdə hidrogenə və oksigenə aid olacaq bilirik. 2 vur hidrogenin molyar kütləsi 2, üzərinə gəldik 3 vur oksigenin molyar kütləsi 32, böl mollar cəmi 3 üstə gəl 2, 5, bərabərdir nəyə? 4 üstə gəl 96 böl 5,
O da 100 böl 5 nə qədər oldu? 20. Demək, A-mız 20-yə bərabərdir. Sonra nə soruşur bizdən? Deyir, hidrogenə görə sıxlığını tapın. Hidrogenə görə sıxlıq deyəndə həmin o M ortanı 20-ni bölürəm 2-yə. Orada da cavabı alırıq 10. Növbəti sual 7-ci sualda nə verib? X2, O5. Deyir ki, bir molekulun kütləsi 142 böl NA-dır. Molekul dedikdə nə düşürdür? Düşürdü NA. Kütlə də deyəndə molyar kütləni hesablayırıq. 2 vurulsun x üstə gəl 5 vur 16. O da oldu 80. İndi hesablayaq. Demək, buradan 2x üstə gəl 80-imiz bərabərdir. NA vur 142 böl NA. NA-larımız ixtisar getsə, demək ki 142 alırıq cavabı. 2x-imiz bərabərdir 62-yə. X də tapdıq 31. A oldu nə qədər? Bir də dəqiqə. Nisbi molekul kütləsində soruşanda bizdən 2x üstə gəl 80-imiz də nəyə bərabər olmuşdu? 142. Bir cavabımız 142 oldu. X-in də nisbi atom kütləsini tapanda 31 aldıq cavabı. 8-ci suala baxaq. Bizə hidrogen verilib və D2 verilib, həcmi V verilib. Burada baxın, normal şərait deyir axı, hər ikisinin həcmi bərabərdir. Biz molu necə tapa bilərik? Molumuz nü bərabərdir, V böl Vm düsturundan istifadə edə bilərik. V'lərimiz bərabər hər ikisində. Vmdən normal şərait dediyinə görə 22 onda 4 götürürük. Yəni hər ikisində bizim mollarımız bərabər olacaq. Mollar bərabərsə buna da 1x yazıram, buna da 1x yazıram. Bilmirəm də neçə moldur. Sonra nə deyir? Mənə deyir hidrogeni qazların nisbi sıxlığını hidrogenə görə və heliumə görə tapın. Biz birinci bunun M ortasını tapmalıyıq. Orta molyar kütlə görək nə qədər olacaq. T-də fikir verin, bu hidrogendir. Bu tritiumdur. 1, 3. Bizə deyəndə molyar kütləni tap, orta molyar kütləni tap. Nə edirik? 2 vurulsun 2 üstə gəl. Axı tritiumda 3 var burada. Onda 3-ü 2-yə vuraram. 6 və x-dən. Mola da vuranda 6x bölürəm. Mollar cəmini x üstə gəl x-i. İstəsək 1 də verə bilərdik. Sadəcə mən x yazdım. Burada 8x böl 2x. O da bərabər oldu nə? 4. Baxın, indi bu bizim M ortamızda axı. Bizdən də soruşur ki, hidrogenə görə, yəni DH2-ni tapsam nə olacaq? M orta 4-dür. 2-yə bölsəm cavabı 2 tapıram. Bir də D heliuma görə sıxlığını tap. Onda da 4-ü 4-ə bölüb 1 tapıram. Demək, A-mızın cavabı 2, B-mizin cavabı 1 oldu. 9-cu suala baxaq. Bizə verib qaz qarışığı hidrogen və NH3. Proton sayılarını verib 26 ilə. Biz buradan molunu tapsaq 26 mol eləyəcək bu. Buradan da neytron sayını 14 Na verilib. Yəni mola görə getsək, molunu tapsaq 14 olacaq. Gəlin belə yazaq. Hidrogeni bilmirik nə qədərdir, NH3-ü bilmirik nə qədərdir. Ancaq proton sayımız, baxın burada proton yazıram, ümumilikdə 26-ya bərabərdir. Neytron sayımız 14-ə bərabərdir. Gəlin indi proton və neytronları ayrı-ayrılıqda hesablayaq. Baxın, burada bizə nə verilib? Hidrogen protonu nəyə bərabər olacaq? 1 hidrogenin 1 protonu var, 2 hidrogenin 2. Qarşıdakı x-ə də vuranda oldu 2x qədər proton. Burada NH3-ə baxıram. Azotun bizə verilib. Baxın, 7 protonu var. 7 üstə gəl, 1 hidrogenin 1 protonu var, 3 hidrogenin 3 protonu var. Onda 7 üstə gəl 3 oldu 10. Onun da qarşıdakı y-ə vururam. Baxın, bu cəm bizə verəcək 26-nı. Sonra neytronu tapıram. Hidrogenin neytronu yoxdur. Birdən bir çıxanda 0 oldu. Neytron yoxdur burada. Burada da hidrogenin yenə neytronu yoxdur NH3-də. Demək, azotun neytronu olacaq. O da nə qədərdir? 14-dən 7-ni çıxanda 7 tapdıq. Və vururuq 7-ni qarşıdakı y-ə. Bu nəyə bərabərdir? Baxın, 14, hansı ki biz neytronu və 14, protonu 26 tapmışdıq. Fikir verin, 2x üstə gəl, 10 y-imiz 26-ya bərabərdir. Və 7 y-i də 14-ə bərabər etdik. Y-i buradan hesablamaq olar. 2 tapdıq. Gətirib burada y-in yerinə 2 yazacağam. 2x üstə gəl 10 vur 2 bərabərdir 26-ya. 2x üstə gəl 20 bərabərdir 26. X də bərabər olacaq 26 çıx 26. Altını da 2-yə böləndə 3. Demək ki, biz x-i 3 tapdıq. 3 mol hidrogenimiz, y-i də 2 tapdıq. 2 mol NH3-ümüz var imiş və deyir ki, qaz qarışığının orta molyar kütləsini hesablayan birinci bunu hesablayaq. 3 mol hidrogen, 2 mol da NH3-ümüzü qeyd etdik. Bizdən nəyi soruşur? Orta molyar kütləni. Orta molyar kütləni M orta bərabərdir. Nö1 M1 üstə gəl Nö2 M2 bölünsün Nö1 üstə gəl Nö2 düsturunu əsasən hesablaya bilərik. 3 vur 2 üstə gəl 2 vur 17 böl mollar cəmi, yəni 5. Bu da oldu 40 böl 5, 8. İndi görün bizə nə deyir? Deyir bu qarışığın 1 moluna neçə mol metan əlavə olunmalıdır? Bu qarışığı 1 mol götürürəm. Artıq onun orta molyar kütləsi 8 idi də. Onda 1 molu vuracam 8-ə. Üzərinə gələcəm nə? Deyir, neçə mol metan əlavə olunmalıdır? Tutaq ki, C mol CH4 əlavə edirəm. C-ni vururam nəyə? 16-ya. Bölürəm nəyə? 1 mol əvvəldən var idi və C molda CH4 gəldiyimə görə mollar cəmi 1 üstə gəl C oldu. Bərabər edirəm 14-ə. Buradan da hesablayanda 8 üstə gəl 16C bərabərdir 14 üstə gəl 14C.
2C bərabərdir 6-ya, C-ni də 3 tapdım. Demək ki, burada mənim metanım neçə mol götürülməlidir? 3 mol. 10-cu sualda bizə X turşusu verilib və zəif közərmiş çubuq salınıb həmin turşunun içərisinə. Fikir verin, burada alovlanma baş verir. Yaxşı, biz baxaq görək bu X turşusu hansı turşudur? Bilirik ki, zəif közərmiş çöpün alovlanması kimyada oksigen qazının təyin olunma üsullarındandır. Və içərisinə zəif közərmiş çöp saldıqda alovlanma baş verən turşu nitrat turşusudur. Bəs yaxşı, bu hadisə niyə baş verir? Nə üçün orada alovlanma baş verdi? Qatı nitrat turşusu istiliyin və işığın təsirindən parçalanır. Azot dioksid, su və oksigen qazı alınır. Burada temperatur da var, işıq şüaları da var. Baxın, sınaq şüşəsində toplanan sərbəst oksigen qazı yanmanı sürətləndirdiyi üçün içərisinə salınan zəif közərmiş çöpün parlaq şəkildə alovlanmasına səbəb olur. Biz bildik ki, burada nitrat turşusundan söhbət gedir. Gəlin baxaq. X maddəsinin mis ilə reaksiyasının tənliyini yazın və əmsallaşdırın. Yəni, misin qatı nitrat turşusu ilə reaksiya tənliyini yazaq. Buradan alınacaq mis 2 nitrat. Qatı olanda qatı nitrat turşusu ilə NO2 verdi və H2O. Baxın, burada bərabərləşdirik. 0-dan müsbət 2-yə getdi. Sonra azotun oksidaşma dərəcəsi müsbət 5-dir. Burada həm müsbət 5 var, həm də müsbət 4 var. Baxın, mis 0-dan burada müsbət 2-yə. Azot isə müsbət 5-dən dəyişən yazacağım. Hara getdi? Müsbət 4-ə. Fikir verin. 0-dan 2-yə gələndə 2 elektron, 5-dən 4-ə gələndə 1 elektron. Yaxşı, mən bu 2-yi, 1-i yazdım. Sonra yerlər dəyişdim. 1, 2, 1-i 2-ni hara yazım? 1-i gətirib solda misin qarşısına yazıram. 2-ni isə axı sağ tərəfdə 2 dənə azot var. Dəyişən azot hansıdırsa, gətirib onun qarşısına yazacağım. İndi baxın bura. Demək, bizim misimizin sayı 1 idi, burada da 1 olaraq qaldı. Azotumuzun sayına baxaq. 2 burada, 2 burada. 4 gətirib solda nitrat turşusunun qarşısına 4 yazdıq. Hidrogen sayımız 4 oldu. Burada isə 2-dir. Ona görə suyun qarşısına 2 yazdıq. Oksigenlərimizlə yoxlayaq. 4 vur 3, 12 oksigen solda. 3 vur 2, 6 oksigen burada. 2 vur 2, 4 oksigen burada. 2 vur 1, 2 oksigen burada. Cəm nə qədər oldu? 12. Demək, bizim reaksiya tənliyimiz bərabərdir. İndi isə gəlin məsələnin ardını oxuyaq. Görək bizdən nə istəyir? Necə tapmaq olar? Dəqiqə çarşıbsaydım bu isə 2H2O-dur. Deyir ki, N mol mis, baxın bu N mol misdir. X turşusu ilə reaksiyasından ayrılan qaz, buradan ayrılan qaz hansı qaz oldu? NO2. 2 mol hidrogen sulfiddən ibarət qaz qarşının orta molyar kütləsi 38-dir. Baxın, buradan alınan qaz NO2-dir və onu götürək A mol. Sonra 2 molda hidrogen sulfid verilib, yəni H2S. Orta molyar kütləsi qaz qarışığının 38-ə bərabərdir. Orada da nü1 M1 stəkan nü2 M2 bölünsün nü1 stəkan nü2 düsturundan istifadə edə bilərik. Neyini? A-nı vurarıq NO2-nin molyar kütləsinə. 14 stəkan 32 oldu 46. Üzərinə gələrək 2 vur H2S hidrogen sulfidin molyar kütləsi 34. Bölərəm mollar cəmini. Nü1 üstəgəl nü2, yəni A üstəgəl 2-yə bərabər edərəm 38-ə. Buradan hesablayaq. 46A üstəgəl 68 bərabərdir 38A üstəgəl. Neçə oldu? 76. Burada 46A'dan 38A'nı çıxanda 8A. Sağ tərəfdə də 76-dan 68-i çıxdığımız zaman 8. A-nı nə tapdıq? 1 tapdıq. Demək ki, biz burada neçə mol NO2 götürmüşdük? 1 mol. Gətirib indi reaksiya tənliyində yazaq. Baxın, bizdən N soruşur. N mol mis reaksiyaya daxil olduğu zaman nə qədər NO2 alınıb, onu biz qazların orta molyar kütləsinə əsasən tapdıq. Nə qədər alınmışdı? 1. Yazdıq. 1 mola nə uyğun gələcək? Baxın, 1 uyğun gəlməlidir mol deyəndə sadəcə qarşıda 2 olduğuna görə 2-yə də vurduq. Buradan da n-i nə tapdıq? N-imiz bərabərdir 1 bölü 2, yəni 2n bərabərdir 1, n də bərabərdir 1 bölü 2, o da oldu 0,5.